xəbərdarlıq təcili şəhəri tərk edir. Kanala abunə olub video bəyənməyi unutma. İsrail ordusu Livanın şəhərli sakinləri gözlənilən hava zərbələri barədə xəbərdar edərək onlardan təcili olaraq şəhəri tərk etmələrini tələb edir. Sferaza xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Avihay Edri hesabında ərəb dilində paylaşdığı rəsmi bəyanatda məlumat yayıb. Edri hələ də ərazini tərk etməyənlərə müraciət edərək təhlükənin ciddiyyətini vurğulayıb. Evlərini hələ də tərk etməyənlər təcili olaraq getməyə tələsməlidirlər. Təhlükə zonalarında qalmaq sizin və ailənizin həyatını birbaşa riskə atacaq. Məlumata görə 130 milyon çox əhalisi olan Sur şəhəri yanaşı, onun Zuqat, Əl-Mekki və Əl-Bax qəsəbəsində də bombardman ediləcək. İsrail tərəfi iddia edir ki, hücumların məqsədi atəşkəs rejimini pozmağa davam edən Hizbullah qruplaşmasının hərbi infrastruktur obyektlərini məhv etməkdir. Xatırladıq ki, bundan öncə İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail qoşunlarını Livandan çıxarmağa çağırmışdır.